Masterpiece yarış sahəsidir. Burada 15 tapşırıq var, hansıları ki istənilən ardıcıllıqla icra etmək olar. Bütün tapşırıqları icra etmək şərt deyil. 2 dəqiqə yarımlıq hər robot oyununda onlardan sadəcə olaraq bacardığınız qədərini icra etməyə çalışın. Ən çox xal yığdığınız robot oyunu cəhdiniz əsas götürüləcək. Robotunuz yalnız tam şəkildə start sahəsinin içindəykən hərəkətə başlaya bilər və siz onu elə proqramlaşdırmalısınız ki, ev sahələrindən birinə qayıtsın. Buraxılışlar arasında robotunuz ev sahəsində olduqda ona toxunmaq və üzərində dəyişikliklər etmək olar. Xoşməramlı peşəkarlıq bizim First Lego League-də təməl dəyərləri necə ifadə etməyimizdir. Robot oyunu xoşməramlı peşəkarlığı müşahidə etmək üçün əla imkandır və hakim hər bir rəsmi robot oyunu zamanı hər bir komanda üçün bu göstəricini qiymətləndirəcək. Sizin robot və bütün avadanlıqlarınız 2 start sahəsinə və 30.5 sm hündürlüyə tam yerləşməlidir. Əgər bir start sahəsinə yerləşirsə və hündürlük limitini keçmirsə, Tapşırıq 1. 3D kinoekran. Kinoekranın tətiyindən istifadə edin ki, 3D görüntü alınsın. Əgər 3D kinoekranda olan qırmızı ox qara çərçivəni tamamilə keçibsə, Tapşırıq 2. Teatr səhnəsinin dəyişməsi. Səhnəni növbəti mövqelərə keçirin, həmçinin digər komandanın da nə etdiyini nəzərə alın ki, eynilik alınsın. Əgər sizin teatrın qırmızı bayrağı endirilibsə və aktiv səhnənin rəngi mavidirsə, çəhrayıdırsa, narıncıdırsa və əgər hər iki komandanın aktiv səhnəsi eyni olmaq şərti ilə mavidirsə, çəhrayıdırsa və yaxud narıncıdırsa, Tapşırıq 3. Virtual reallıq. Modelin daxilindəki tamaşaçı üçün virtual reallıq tətiyindən istifadə edin. Əgər hər üç virtual reallıq ekranı yuxarı qalxıbsa, Tapşırıq 4. Sənət əsəri. Siz komandanız üçün Lego incəsənət parçası hazırlayarkən bunun üçün nəzərdə tutulmuş paketdəki detallardan istifadə edə bilərsiniz. Hazırladığınız parçanı özünüzlə yarışa gətirin və onu platforma üzərində olmaq şərti ilə xəritədəki muzey ərazisinə çatdırın. Əgər sizin komandanızın Lego incəsənət parçası qismən də olsa muzey hədəf ərazisindədirsə, əlavə xal üçün o həmçinin tamamilə platforma üzərində durmalıdır. Tapşırıq 5. Genişləndirilmiş reallıq heykəli. Heykəli fırladın ki, genişləndirilmiş reallıq görüntüsü alınsın. Əgər genişləndirilmiş reallıq heykəlinin narıncı qulpu sonadək fırladılıbsa, Tapşırıq 6. Musiqi konserti üçün işıq və səs sistemləri. Musiqi konsertini təşkil etmək üçün işıq və səs sistemlərini aktivləşdirin. Əgər işıq sisteminin narıncı qulpu tamamilə aşağı salınıbsa, əgər səs dinamiklərinin narıncı qulpu axıradək fırladılıbsa, Tapşırıq 7. Holoqrafik ifaçı. Səhnəni tənzimləyin ki, holoqrafik ifaçı düzgün görünsün. Əgər holoqrafik ifaçının narıncı itələnən aktivləşdiricisi səhnənin tənzimləmə xəttini tamamilə keçibsə, Tapşırıq 8. Hərəkətli kamera. Kameranı rels üzrə hərəkətə gətirin ki, filmin lazımi kadrını çəkə bilsin. Əgər hərəkətli kameranın ağ oxu tünd göy rəngləri keçibsə, amma mavi rəngi keçməyibsə, əgər mavi rəngi keçibsə, amma açıq mavini keçməyibsə və yaxud əgər açıq mavini də keçibsə, Tapşırıq 9. Film dəsti. Qayıq modelini dartaraq film səhnəsini canlandırın. Əgər qayıq modeli xəritəyə toxunmaq şərti ilə səhnə xəttini tamamilə keçibsə, əgər kamera xəritəyə toxunmaq şərti ilə qismən də olsa kamera hədəf ərazisindədirsə,
Tapşırıq 10. Səs tənzimləyicisi. Səs tənzimləyicisini səs yazma üçün ideal mövqeyə gətirin. Əgər səs tənzimləyicisinin slayderi qaldırılıbsa, Tapşırıq 11. İşıq şousu. Tutacaqları qaldıraraq qüllədə işıq şousunu aktivləşdirin. Əgər işıq şousunun ağ oxu sarı rəngdə dayanıbsa, mavidədirsə və yaxud yaşıldadırsa, Tapşırıq 12. Virtual reallıq sənətkarı. Modeli təkrar-təkrar tətikləyin ki, bədii heykəltaraşlıq nümunəsi alınsın. Əgər toyuq modeli yerindən qopmayıbsa və öz yerini ilkin mövqeyindən dəyişibsə, əlavə xal verilir, əgər bənövşəyi dairənin üstündədirsə və ya onu keçibsə. Tapşırıq 13. Sənət əsəri dəzgahı. Sənət əsərinin dəzgahdan çıxarılması. Əgər dəzgahın narıncı ağ qapağı tamamilə açıqdırsa, əgər dəzgahın açıq çəhrayı oxu tam aşağıya doğru mövqedədirsə, Tapşırıq 14. Tamaşaçıların çatdırılması. 7 tamaşaçının hədəf ərazilərinə çatdırılması. Əgər tamaşaçı tamamilə hədəf ərazisindədirsə, əgər hədəf ərazisinin tam içində ən azı bir tamaşaçı varsa, Tapşırıq 15. Mütəxəssislərin çatdırılması. Mütəxəssislərin xüsusi hədəf ərazilərinə çatdırılması. Əgər qeyd edilmiş mütəxəssis qismən də olsa öz hədəf ərazisindədirsə, Sam, səhnə meneceri kino çəkilişi sahəsində, Anna, koordinator muzeydə, Noah, səs mühəndisi musiqi konsertində, Izzy, skateboardçu skate parkında və Emily, vizual effekt mütəxəssisi kinoteatrda. Dəqiqlik tokenləri. Robotunuza ev ərazisindən kənarda nə qədər az müdaxilə etsəniz, bir o qədər çox dəqiqlik tokeni saxlamış olacaqsınız. Çünki siz robotunuza ev ərazisindən kənarda müdaxilə etdikdə 1 dəqiqlik tokeni itirəcəksiniz. Oyunun sonunda itirilməmiş tokenlər sizə əlavə xal gətirəcək. Nəzərdə saxlayın ki, hakimlər hər oyunda xoşməramlı peşəkarlığı qiymətləndirəcəklər. Robot oyunu qaydalar kitabı PDF-ni mütləq diqqətlə oxuyun və mütəmadi olaraq saytdakı yenilikləri izləyin. Sizə uğurlar diləyirik.